Şəhər Dövlət Yol Polisiyasının bölmə rəisi Polis Məmməd Nəsirov. Xanım, oradan keçməklə baxın özünüzü təhlükəyə atırsınız. Və nəyə çəkirsən sən? Ya narahat olmayın. Yəni məqsədimiz o deyil. Məqsədimiz sizlərin təhlükəsiz təmin olunmasıdır. Üzr istəyirəm də, əğim xəstədir, yaşlı adamlar. Allah şəfa versin, diqqətli olun. Oldu? Bilirəm, mən Yolunuz açıq olsun. Görün nə qədər yol nəqliyyat hadisəsində həyatını itirən vətəndaşlarımız var. Elə bu yaxınlar mənim daimin yoldaşını elə bulmuşdum. Ola bilər. Baxın, belə məsələlərdən nəticə çıxarmaq lazımdır. Yolunuz açıq olsun, diqqətli olun, qaydalara riayət edin. Sağ olun. Asakıl, zəhmət olmasa yaxınlaşın. Salam. Nizami Yol Polisindən Tural Kamranzadə. Qayda pozursunuz. Bax, 15 metr o tərəfdə piyada keçidi var. İrəlidə piyada zolağı var. Oradan keçir. Niyə öz təhlükəsizliyinizi sual altına qoyursunuz? Nəqliyyat vasitələri keçir buradan, velosipedlər keçir, avtobus zolağından istifadə edirsiniz. Bu da sizin təhlükəsizlik üçün böyük bir mühüm rol oynayır ki, piyada keçidən istifadə etmədiyiniz halda sizə xəsarətlə hadisə baş verə bilər. Başa düşdüm, 5 dəqiqə vaxtınıza qənaət etməkdənsə, oradan gedin daha təhlükəsiz həyatda çalışın. Sizin sağlamlığınız bizim üçün dəyərlidir, mühümdür, əhəmiyyətlisiniz bizim üçün, hər bir vətəndaş. Diqqətli olun, sağ olun. Vətəndaş, niyə təyin olunmuş piyada keçidindən keçmirsiniz? Yox, düz deyilsiniz. Özü də görürsünüz ki, hərəkətin sıx vaxtıdır, nəqliyyat vasitələri çətinliklə hərəkət edirlər. Siz maşınların arasından keçirsiniz. Yox, başa düşdüm də bildim də, yəni də səhv olanda bir dəfə oldu da bir də eləmədi inşallah. Amma sizin gülüşünüzdən hiss olunur ki, həmişə edirsiniz. Yox, eləməyirəm. Mən özüm maşın sürənəm, siz başa düşürsünüz. Görürsünüz, sürücü olursunuz, bir Ən azından maşın sürən sizə siz daha diqqətli olmalısınız. Olmaz. Qarşıda piyada zolağı var, burada yeraltı piyada keçidi var. Yəni bunu xəbərdarlıq kimi qəbul edək, də bir də belə bir şey olmaz. Olar eləmsin. Olar. Təşəkkür edirəm. Sağ ol. Cənab kapitan, sağ ol. Sağ ol. Sağ ol qardaş. Sağ ol. Sağ ol. Piyadalar üçün nəzərdə tutulmayan yerdən keçirsiniz. Özünüzü təhlükə altına atırsınız, sürücüləri təhlükə altına atırsınız. Piyadasının üçün nəzərdə tutulan yeraltı keçid var, oradan istifadə etmək lazımdır. Hər an heç kim hadisədən sığortalanmayıb, onun qarşısını almaqdan tədbirlər oldu. Bu dəfə xəbərdarlıq edib, hər şeyi gələn səfərdən piyadalar nəzərdə tutulan keçiddən istifadə edəsiniz. Oldu, yaxşı bilməlisiniz. Yol bakım inspektörü salam verin. Adınız mənim? Əsrəm. Niyə bir keçiddən istifadə edirsiniz? Mən əsəb elimdə sağlıqlı yerdən vaxt keçirir. Bəs öz həyatınızı təhlükəyə atır. Bildiyim qırmızı keçid. Nəqliyyat vasitələrinin qarşısına keçir. O piyada keçid sizin üçün, vətəndaşlar üçün ki, oradan istifadə edəsiniz. Həyatı təhlükəsizliyi qoruyasınız. Piyada keçiddən istifadə edəməyən üçün inzibati protokol tərtib edilir. Bizim fikrimiz sizə inzibati protokol tərtib etməkdir, maarifləndirməkdir. Bir daha bu hala bu qayda pozuntusuna yol vermir. Sizlə görüşməkdə məqsədimiz Nizami rayon ərazisində yerləşən idarə və müəssisələrin əməkdaşlarının yol hərəkəti təhlükəsizliyinə qarşı diqqətini daha da artırmaqdır. Yəqin mətbuatdan, sosial şəbəkələrdən izləyirsiniz, çünki maşallah olsun, indi hamıda smartfon var, sosial şəbəkələrdə də fəaldılar. Bu kommunal təsərrüfat işçiləri, iri müəssisələrin, idarələrin işçiləri də bəzən yol hərəkəti qaydalarına əməl etmədiyinə görə ağır qəzaların qurbanına çevrilirlər. Mən burada görürəm xanımlar xüsusi jiletlərdə əyləşiblər. Çox sağ olsunlar ki, öz təhlükəsizliklərini təmin etmək üçün bu geyimlərdən istifadə edirlər.
Hər şeydən öncə insanın taleyi öz əlindədir. Əcəl yazırlar, nə bilim nə yazırlar, boş-boş şeylərdir. Baxın, sırağı gün gördünüzdə motosikl qəzası. Az yaşlı bir 17 yaşında bir cavan qız gəlir yüksək sürətlə çırpılır maşına, ölür. İndi çox adam yazır ki, əcəli bura qədər idi. Qardaş, aşağı sürətlə getsəydi o ölməyəcəkdi axı. Ona kim demişdi 17 yaşında, atası da tanınmış vəkil, sürücülük vəsiqəsi olmadan motosiklla boka çıxardırsan. Axı o yol 90 km/saat üçün nəzərdə tutulub, o motosiklın sürətinə baxanda görürsünüz ki, o deyil, daha yüksək sürətdir. Təşəkkür edirik ki, Nizami rayon polis idarəsinin Dövlət Yol Polis şöbəsindəki, yəni eyni zamanda bu şəraiti yaradan SOCAR rəhbərliyinə. Çünki bu günləri insan həyatı ən öndə olan bir vacibatdır, belə deyim sizə. Çünki baxırsınız, yol nəqliyyat hadisəsi baş verir. Yəni biz bu işin içərisindəyik, hər gün görürük. İnanın ki, elə yol nəqliyyat hadisələrinin şahidi oluruq ki, onu hətta yayımlasaq da belə sosial şəbəkə platformaları onu qəbul etmir.